بسم الله الرحمن الرحیم الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. اللهم صل على فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها بعدد ما أحاط به علمك. Salamlayıram əziz və hörmətli qardaşlarım. Həzrəti Zəhra salamun əleyhanın şəhadət gecəsində qərarlaşmışıq. Başsağlığı verirəm hər birinizə. Təşəkkür edirəm. Anamızın məclisini boş qoymadığınız üçün, dəyər verib bu məclisə gəldiyiniz üçün Allah Teala inşallah qiyamət günü hər birinizin üzünü ağ eləsin. Əziz və hörmətli qonağımız var. O da Həzrəti Zəhra salamun əleyhanın adını, yadının ucalması üçün səfər eləyib, gəliblər, mətbəxdırlar. Kərbəlayı Kamran qardaşımız, özüm adımdan, qardaşlar adımdan xoş gəldin deyirəm. Ümid edirik qardaşım da gəlişi şəhərimiz üçün, məscid üçün xeyir, bərəkət özündən gətirər inşallah. Həzrəti Zəhra salamun əleyhanın həyatına hakim olan bir üsuldan danışmazdan öncə qısa bir müqəddimə qeyd eləmək istəyirəm. Baxın, bəzi tarixi hadisələr var. İnsanın həyatında heç bir təsiri yoxdur. Nə insanın etiqadında, nə insanın rəftarında, nə əxlaqında. Ona görə belə bir hadisələrə insan çox əhəmiyyət verməməlidir. Bir gün əziz İslam Peyğəmbəri Həzrəti Muhammed məscidə daxil oldu, gördü bir nəfər insanın ətrafına yığışıblar. Soruşdu ki, əziz İslam Peyğəmbəri bu şəxs kimdir? Dedilər, Əllamədir. Əllamə yəni daha çox elmli. Nə sahədə əllamədir? Peyğəmbər soruşanda məlum oldu ki, bu cahiliyyət dövrünün şeirlərini əzbər bilir. Nəsəbləri əzbər bilir. Orada Həzrət belə bir gözəl və ibrətamiz kəlam buyurur. Deyir, bu elə bir şeylərdir. Bu həmin ərəb cahiliyyət dövrünün şeirlərini ya başqa bir faydası o qədər olmuyor. Bunlar elə bir şeylərdir ki, insan bunu bilməklə, bunları bilməklə heç bir ona, bilməməyi ona heç bir zərəri yoxdur. Bu şeyləri bilməməyi onun həmin şəxsə heç bir zərəri yoxdur. Bilməyinin də elə bir faydası yoxdur. Həzrəti Peyğəmbər bir meyyar verir bizə. O şey ki, bilməmək bizə zərər toxunmayacaq, xüsusilə axirətdə və faydası olmayacaq nə bu dünyada, nə axirətdə biz bu şeylərdən uzaq olmalıyıq. Amma bəzi məsələlər var ki, onlar birbaşa bizim etiqadımızla əlaqəlidir, rəftarımızla əlaqəlidir, əxlaqımızla əlaqəlidir. Həmin bu hədisdə İslam Peyğəmbəri buyurur ki, elm üç cürdür. Xülasəsi budur, mənim mövzum bu deyil, qısa deyirəm. Əqaid, insanın inanclarınla əlaqəli olan elm. Rəftarınla əlaqəli olan elm, əhkam və əxlaq. İslam Peyğəmbər buyurdu ki, elm bu üç növdür. Bundan artığı fəzilətdir. Bundan nə digər elmlər var, onlar üstünlükdür. Bilməməkdən bilməyi yaxşıdır. Əsl elm bunlardır. Bu elmlər insanın üç dənə əsas ehtiyacını təmin edir. Mən nə düşünməliyəm, nə inanca sahib olmalıyam bu dünyada. Əqaid elmi bizə bunu öyrədir. Mən necə olmalıyam? Əxlaq elmi bu məsələni öhdəsinə götürür
və mən nə etməliyəm bu dünyada, bunu da əhkam elm. Bu 3 dənə elm fiqhi baxımdan, şər'i baxımdan daha vacibdir hər birimiz üçün. Bununla əlaqədə olan tarixi hadisələrdir, bütün məsələlər ki, bu 3 məsələyə bizə təsirlidir, insan gərək onların ardınca olsun. Bu baxımdandır ki, Peyğəmbər Əkrəmin vəfatından sonra məsumlarımız o vaxtı olan hadisələri bizə çox nəql ediblər. Baxsaz siz dini mətnlərə Peyğəmbərdən sonra baş verən hadisələr bizə çox xatırlanıb. Məsumlar çox bizə bəyan ediblər bunu. Niyə? İnsan təvəlli və təvəlla və təbərra xüsusiyyətinə malik olsun. Allah dostlarını, haqq əhlini, həqiqət əhlini tanıyıb onların ardınca getsin. Baxın, bir də təkrar edirəm. Bunları bizə nəql ediblər ki, biz təvəlla və təbərra yolunu seçə bilək. Allahın dostlarını tanıyaq, onların ardınca olaq və Allahın düşmənlərini tanıyaq, onlarla düşmən cəbhədə qərarlaşaq. Təbərra yəni bu. Yəni Allahın düşmənlərinə, Peyğəmbərin düşmənlərinə, imamların düşmənlərinə öz düşmənçiliyimizi biruzə verək. Bu birbaşa mənim etiqadımla, inancımla bağlıdır. Qiyamət günü mən bu inanclarıma görə sorğu-sual olunacaq. Bu hadisələrə sadəcə tarixi istinadlar deyil, otururuq, yığışırıq və bir tarix nəql edirik. Belə deyil, birbaşa mənim inancımla əlaqəlidir. Əmir əl-Müminin əleyhissalam, baxın, bu dərslərdən birini bizə əleyhissalam vurğuluyur. Ömər özündən sonra xəlifə seçmək üçün bir şura qurdu. Diqqət edin, qardaşlar. Özündən sonra xəlifə seçmək üçün bir dənə 6 nəfərli şura qurdu və orada bir nəfər şəxs Əbu Ubeydə Cərrah adlı bir şəxs əleyhissalama buyurdu ki, dedi ki, biz səni xəlifə seçirik. Və lə kitabillah və sünnəti rəsulillah və sirətil şeyxeyn. Səni xəlifə seçirik Allahın kitab əsasında, Peyğəmbərin sünnəsi əsasında və 2 xəlifənin yolu, sirəsi əsasında hakimiyyət eləyəcəksən. Baxın, bir dənə hakimiyyət postuda əleyhissalam bizə dərs verir. Baxın, bir dənə hakimiyyət postudur, belə bir təklif irəli sürülür. Əleyhissalam buyurur ki, Allahın kitabı gözüm üstə, Peyğəmbərin sünnəsi gözüm üstə, amma o şeyxlərin sirəsi əsasında mən hakimiyyət eləməyəcəm və sonra özünün ictihadını vurğulayır ki, öz rəyim, bu ikisindən əlavə öz rəyim əsasında. Baxın, bu bizdə bir dənə etiqad yaratmalıdır ki, əleyhissalam o əhəmiyyətli postu niyə qəbul eləmir? Haqq bilmir, çünki onların sirəsini haqq bilmir. Bu bizdə bir etiqad formalaşdırmalıdır. Və ondan sonra biz bilməliyik ki, əleyhissalamın hər addımı, hər işi ki yerinə yetirir, onun özü ilə həqiqətdir, haqqın meyarıdır. Aliyyun mə'al haqq vəl-haqqu mə'a aliyyin yəduru haysuma dar. Əli haqq elədi, haqq da Əli ilə. Əli harda dövr eləyir, haqq da ondan bərabər. Əleyhissalam nə iş görür, nə yerinə yetirir, haqq odur. Bu tarixi məsələləri biz nəql edirik ki, bizdə bir bu etiqad yaratsın. Etiqad inancımızla təsirli olan tarixi məsələlər faydalıdır. Bizim birbaşa bu qeyd elədiklərlə əlaqəlidir. Baxın, əziz İslam Peyğəmbərinin qızını şəhid elədilər. Bizim kitablar deyil,
Əhl-i sünnə mənbələrində eyni qədər buna istinadlar var. Mən xüsusi bir məclis istəyir, bunların hamısını faktınla qeyd edeyim. Yəni bu açıq aşkar bir məsələdir. Onların kitablarında da gəlir. Peyğəmbərin qızını şəhid elədilər. Bu məsələləri biz eşidirik, bizdə gərək inanc formalaşsın ki, Peyğəmbər qızını, məsuməni, məsuma bir şəxsi şəhid edənlərdən İslam hakimi olmaz. İslam hakimi belə bir cinayətlərə əl atmaz. Və bu məsələləri biz yığışırıq, nəql edirik ki, bu tarixdə bu məsələlər unudulmasın, qalsın bu məsələlər, xatırlatma olsun bizə, hamımıza və tabe olmaq və fikrində olmayaq və öz təbərrə xüsusiyyətimizi biruzə verə bilər. Bu müqəddimədən sonra bayaq qeyd elədiyim kimi Həzrəti Zəhra salamun əleyhanın həyatına hakim olan bəzi üsullar var. Bu qədər danışırıq. İmamlar üçün örnəkdir Həzrət. Nə üçündür? Çünki onun həyatında bəzi üsullar var, bəzi əsaslar var. Onlara inanıb, əməl edir. O əsaslardan birinə bugün işarə edəcəm. Baxın, bu aləmdə ən üstün varlıqlar, xüsusilə İslam dinində, Allahdan sonra İslam peyğəmbəri, imamlar və mələklər. Bunların hər biri barədə Həzrəti Zəhranın yanaşması, onların Həzrəti Zəhra barədə ifadələri, ya rəftarları, kəlamlarına işarə eləyəcəm. Həzrətin fəziləti bir növ az da olsa bizim üçün aşkar olsun. Allah Teala Həzrət barədə baxın, buyurur ki, Fatimənin razılığı mənim razılığımdır. Onun qəzəbi mənim qəzəbimdir. Bizlər də baxın, həyatımızda bir nədənsə razı ola bilərik, nədənsə qəzəbli ola bilərik. Allah Teala buyurur, bu şəxsin mütləq olaraq razılığı mənim razılığımdır. Qəzəbi mənim qəzəbimdir. Bir dənə meyar olaraq tanıtdırılır Həzrət. Bu məsumluğun həm də işarədir, məsumluğa bəyandır. Bir adam ki, onun bütün işləri mütləq olaraq Allahın razılığı, qəzəbi Allahın qəzəbidirsə, bu məsumluğu göstərir. Və yaxud bu kainatın yaranma hədəfi olaraq Allah Teala Həzrəti Zəhra salamun əleyhanı bizlərə tanıtdırır. Bu Allah tərəfindən verilən dəyərdir Həzrətə. Əziz İslam peyğəmbərindən nəql olunub ki, Həzrəti Zəhra salamun əleyha daxil olanda ilk işi buydu ki, ayağa qalxardı. İkinci onun ayağına gedərdi, xoş gəldin deyərdi. Bu məsələlər hamısı hədislərə əsasəndir. Ondan sonra xoş gəldin deyəndən sonra onu öz yerində əyləşdirərdi. Yəni özü qalxardı, ən şərəfli məxluqdan söhbət eləyir, peyğəmbərlərin ən üstünündən söhbət eləyirik. Və ondan sonra bəzi rəvayətlərdə əlindən, bəzi rəvayətlərdə var, üzündən öpərdi. Bu da Həzrəti Peyğəmbərin Həzrəti Zəhraya münasibəti idi. O Həzrət də buyurdu ki, kim Fatiməni əziyyət etsə, məni əziyyət edir. Quran ayəsi var, Peyğəmbəri də əziyyət eləyən Allahı əziyyət eləyir. Bu Peyğəmbər baxımından. Məsumlarımız da çox ehtiramla yanaşırlar. Mən qısa qeyd edirəm. Onlar eşidəndə ki, evladlarına bir adam kimsə Fatimə adı qoyubdur, çox şad olardılar və deyərdilər ki, nə badə vurasan, o uşağı Fatimə adı qoymusan, onu nə badə vurasan. Və yaxud İmam Zaman salamun əleyh buyurur ki, Peyğəmbərin qızında mənim üçün ülgü var, nümunələr var. Onun həyat o şəxsiyyəti mənim üçün nümunədir.
Tək qadınlar üçün də elə, bu da yanlış təsəvvürdür. Bütün insanlar üçün Həzrət nümunədir. Və dördüncü qrupda mələklərdir ki, Həzrət Peyğəmbərin vəfatından sonra hədisdə var ki, daimi olaraq o Həzrətə nazil olardı mələklər. Həzrət Zəhra salamun əleyhanın yanına gələrdi. Bütün bunlar Həzrətin o uca məqamını göstərir ki, biz insanlar təsəvvür eləyənməliyik, dərk eləyə bilmərik o Həzrətin məqamını. Dediklərimiz yalnız hədislərdən onların tanıtdığıdır, amma çox böyük bir şəxsiyyətin məclisində qərarlaşmışız. Həzrət Zəhra salamun əleyhanın həyatına hakim olan üsullardan biri də məad və qiyamətə inancı idi. Möhkəm inancı var idi məada, qiyamətə. Bu Həzrətin həyatına hakim olan əsas üsullardan biri idi ki, nümunələrinə işarə eləyəcəm. Baxın, çox fövqəladə təsirə malikdir bu inanc. Məada inanmaq insanın həyatını dəyişir. İnsanın mənəviyyatını dəyişir və bütün problemlərin kökü demək olar ki, məada inancın zəifliyindəndir. Məada inanan şəxs səbirli olur, məada inanan şəxs qətiyyətlidir, qarşısında hədəfi var. Bu dünyaya ürək bağlamır ki, hədislərimizdə var, bu ürək bağlamaq. Bu dünyaya bağlanmaq bütün xətaların başlıca səbəbidir. Məada inanan şəxs belə deyil, ürək bağlamır dünyaya, qətiyyətlidir. Məada inanan şəxs ictimai haqlara riayət edir, insanların hüquqlarına riayət edir, digərlərinə zülm eləmir. Məada inanan şəxs şəhvət və qəzəb qüvvəsinin qarşısını alır. Quran-ı Kərimdə demək olar, bütün ayələri nəzərə alsaq, onun 1/3 bu inanc barədədir, bu məad barəsindədir. Məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Şeytan və şeytanın ardıcılları da bu əhəmiyyətli məsələni dəyərini azaltmaq üçün çalışırlar. Məsələn, Quran-ı Kərimdə ayə var ki, şeytanın bir işi də insana məadı unutturmaqdır, axirəti unutturmaqdır. Ya İslam düşmənləri, Allah düşmənləri çalışırlar əhəmiyyətsiz göstərsinlər bu dəqiqə məadı. Cənnət, cəhənnəmin boş şey olduğunu təbliğ eləyirlər gecə-gündüz. Niyə? Bu fövqəladə təsirindən xəbərdardılar. Onların da işi budur, düşmənlikləri, hilələri, işləri budur. 1400-dən çox ayə var Quranda, məad barədə, axirət barədə, qayıdış barədə, cənnət, cəhənnəm barədə. Məad sözünün mənası yəni qayıdışdır. Allah tərəfindən gəlmişik, Allaha tərəfdən qayıdacaq. Bu qayıdışa məad deyirlər. Qiyamət günü hamımız qayıdacaq və qiyamət bərpa olacaq. Müxtəlif ayələr var, mən bəzilərinə sadəcə işarə edirəm. Bir surədə Allah Taala tərəzidə az çəkənləri məzəmmət eləyir. Vaylun lil mutaffifin. O şəxslər ki, tərəzidə aldadırlar, vay olsun onlara. Həmin ayədən sonra Quran buyurur ki, Ələ yazunnu ulaikə ennəhum məb'usun. Onlar güman eləmirlər ki, qiyamət günü həşr olunacaqlar, qaytarılacaqlar, qiyamət günü diriləcəklər. Ayələr çox dəqiqdir. Baxın, ayələrə insan diqqət etsə, bizə vurğulanıb ki, ayələr üzərində tədəbbür edin, təfəkkür edin, ayələrə diqqətlə baxın. Ayə buyurur, Ələ yazunnu. Güman eləmirlər, güman da kifayətdə insan bəzi işlərdən əl saxlasın. Birinin inancı çox ola, yəqini ola, o fövqəladə təsiri var. Amma güman sadəcə. Bir adam bir iş görmək istəyir, birinin haqqına girir, eləcə güman da kifayətdir.
güman eləyir ki, qiyamət yoxdur, qiyamət olmayacaq. İndi Allah Teala buyurur, o tərəzidə azaldanlar, tərəzidə azaltmaq yalnız o meyvə çəkib onu azaltmaq deyil. Bir iş görürük, onu layiqincə yerinə yetirmirik. Fəhlə işləyirik, orada layiqincə o işi yerinə yetirmirik. Bir dənə idarədə işləyirəm, 8 saat işləməliyəm, bunun qarşılığında mən maaş alıram, 5 saat, 6 saatlıq işləyirəm. Bunların hamısı o ayəyə şamil olur. Ələ yazunnu ulaikə ennəhum məb'usun. Başqa bir ayə ki, Kəhf surəsinin sonuncu ayəsidir. Oxunması çox təkid olunub, xüsusilə gecələr. Qeyd ediblər, bir adam sübh namazına qalxmaqda problemi varsa, mütləq bu ayəni oxusun. Kəhf surəsinin 110-cu ayəsi. Yatmazdan öncə bir dəqiqə vaxtımızı almaz. Oxuyaq, mənasına diqqət eləyək. Alimlərimiz vurğulayıblar, hədislərdə də söykənəcək yeri var. Səbəb olur ki, insan sübh namazına qalxsın. Digər məsələləri də ki, riayət eləməliyik. Məsələn, insan yuxusunu kontrol eləməlidir, istirahətini. Bir adam gecə 2-də, 3-də yatsa, təbii qalxa bilməz. Bizim ustadlardan biri, Allah hifz eləsin, zarafatla deyirdi ki, Həzrəti Cəbrail o vaxtı yatsa qalxa bilməz sübh namazına. Bir adam əgər dəyər verirsə sübh namazına, kontrol eləməlidir həyatını. Elə formada yatmalıdır ki, sübh namazına dura bilsin. Namazlara əhəmiyyət vermək budur. Namaz mənim üçün dəyərlidir. İşlərimi elə kontrol edirəm ki, bir yana gedəndə, eləyəndə namazıma xələl gəlməsin. Yatanda, eləyəndə elə vaxtı yatıram ki, namazıma xələl gəlməsin. Görsəm ki, yatsam, qalxamayacam, mənim üçün çox önəmlidir. Gözləyirəm, sübh namazımı qılam, sonra yatam. Bu məsələlərə riayətlə yanaşı bu ayədə təkid olunub, oxuyaq. Kəhf surəsinin 110-cu ayəsi. Oxuyun, tərcümə edeyim, məadla bağlı. Bismillahirrahmanirrahim. Qul innəmə ənə bəşərun mislukum. Yuhə iləyyə innəmə ilahukum ilahun vahid. Denən, Allah Peyğəmbərə əmr edir ki, denən, mən də sizin kimi bir bəşərəm. Sizin cinsinizdəyəm. Necə ki, siz insansız, mən də insanam. Ülgüyəm, sizə nümunəyəm. Fərqimiz budur ki, illa yuhə iləyh. Fərqimiz budur ki, mənə vəhy olunur. İn ennəmə ilahukum ilahun vahid. Vəhy olunur ki, sizin Rəbbiniz tək olan Pərverdigardır, tək olan Allahdır. Bunlar hamısı geniş mövzulardır. Mən üstündən keçirəm bunların. Amma bütün Quran-Kərimin bütün ayələri, bütün məfhumlar dəyərlidir, insanın həyatını dəyişir. İnsan gərək Quranla ünsiyyətdə olsun. فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Kim Allahla görüşə inanırsa, Allahın görüşünə inanırsa, Allahın huzuruna qayıdacağına inanırsa, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Həmin şəxs salih əməllər yerinə yetirməlidir. وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. İbadətlərində də Allah heç kimi şərik qoşmamalıdır. Hər nə iş yerinə yetirir, hər nə rəftarı var, yalnız Allahı nəzərdə alır. Şərik qoşmayan. Biri var, insan bütə pərəstiş eləyir, bu şirkin o böyük növüdür. Allaha şərik qoşur, onu ibadətə layiq bilir. Bir də insan əməllərinə riya qatır, başqalarını nəzərə alır. Bu da gizlin şirklərdir ki, müvəhhid insan, məada inanan insanın fikri, zikri, hədəfi yalnız Allahdır. Çoxdur ayələr. Zəlzələ surəsində məsələn vurğulanır ki, hər kim zərrə qədər yaxşı bir iş görsə, onun nəticəsini görəcək. Pis iş görsə, onun cəzasını görəcək. İnanın, bir dənə bu ayə insanın hidayəti üçün kifayət.
Bir dənə bunu doğrudan inanmaq insan üçün kifayətdir. Mən hər nə zərrə xeyir iş görsəm, onun nəticəsini görəcəm. Hər nə zərrə pis iş görsəm, onun nəticəsini görəcəm. Və insan da laqeyd olmamalıdır, arxain olmamalıdır ki, Allah ərhəmər rahimindir. Düzdür, Allah mərhəmətlidir. Bir ayə var ki, necə ki, Allah ərhəmür rahimindir, eləcə də şiddətli əzab verəndir. Elə bunun özü çox böyük günahdır ki, Allahın insan mərhəmətinə güvənə, necə gəldi yaşaya. Bir dənə bu ayə bədəvi ərəbləri ki, xüsusiyyətlərini sizə danışmışıq, onları hidayət edib. Deyiblər ki, bu ayə bizə bəsdir. Fəmən ya'məl miskalə zərrətin xayran yara. Bəsdir bu bizə. Məsumlar insanları xütbələrində buna dəvət edirdilər. Ey insanlar, qiyamətə hazırlaşın. Allah sizə rəhm eləsin. Qiyamət yadınızda olsun. Qiyamətə hazırlaşın. Həzrəti Zəhra salamun əleyhanın həyatında bu özünü çox bariz formada göstərir, bu məad inancı. Həzrətin həyatına hakim olan qaydalardan biri budur. İnsan surəsi barəsində çox eşidibsiz. Bir də bu prizmadan baxaq həmin o surəyə. 4-cü ayədə mən bəzi yerlərin tərcüməsindən kifayətləndim. İnsan surəsinin 4-cü ayəsində Allah buyurur ki, biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq. İnnəl əbrarə yəşrabuna min kəsin kənə mizacuha kəfura. Bu, salih insanları da xeyirli aqibət gözləyir. Kafur qatılmış camdan içəcəklər, müxtəlif neymətlər onları gözləyir. Əynən yəşrabu bihə ibadullah. Allahın o bəndələri, həqiqi bəndələri behişdə olan o çeşmədən içəcəklər. Yufuna bin nəzr. Həmin sonra o Allahın həqiqi bəndələrini ayə vəsf eləyir ki, kamil nümunəsi Əhl-i Beytdir. Həzrəti Zəhra salamun əleyhə də bura daxildir. Baxın, yufuna bin nəzri və yaxafuna yevmən kənə şərruhu mustatira. Onlar öz nəzirlərinə əməl edirlər. Şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar olar. Bu ayələrin şən-i nüzulunda vurğulanıb, cənnət cavanlarının ağaları İmam Həsən və İmam Hüseyin əleyhissalam xəstələnirlər. Həzrət Əli əleyhissalam və Həzrət Zəhra salamun əleyhə nəzr edirlər, 3 gün oruç tutsunlar onların salamatçılığı üçün. Baxın, insan gərək həyatda belə nəzr eləyə, problemlərinə, çətinliklərinə nəzr eləyə. Oruç tutmaqla, digər Allah bəyənən işləri yerinə yetirməklə nəzr eləyir. Bunlar nəzr eləyirlər, 3 gün oruç tutsunlar. 3 günün hər birinin iftarının vaxtı çatanda yetim, miskin, əsir gəlirlər və ayə belə vurğulayır. Və yut'imunət tə'amə alə hubbihi miskinən və yetimən və əsira. Onlar o yeməklərini özlərinin şiddətli ehtiyacları olmağına baxmayaraq Allaha olan məhəbbətləri üzündən fəqirə, yetimə, əsirə verərlər. Ayə nazil olur onların bu əməlləri barəsində. Bundan qabaq ona görə bu ayəni qeyd elədi. Bu nədən qaynaqlanır? Bu məada inanmaq, axirətə olan o möhkəm etiqaddan qaynaqlanır. Yut'imunət tə'amə alə hubbihi. Sevdiyindən, baxmayaraq o şiddətli ehtiyacı var, amma Allaha görə keçir. Bağlı deyil ona, keçə bilir. Qardaşımız dünən burada işarə elədi məsələlərə. İnsan o sevdiyindən Allah yolunda keçməsə xeyrə çatmayacaq. Quran bəzi həqiqətləri bizə bəyan edir. Gərək bunlara inanaq.
Əgər xeyir istəyirsə, xeyrə çatmaq istəyirsə, yolunu Quran bizə başa salır. Lən tənalul birra həttə tunfiqu mimmə tuhibbun. Sevdiyinizdən Allah yolunda verməyincə xeyrə nail ola bilməzsiniz heç vaxt. Lən tənalu. Heç vaxt nail olmayasınız xeyrə. Sevdiklərinizdən Allah yolunda verməyin. Birinin sevdiyi puldur. Pul elə bir şeydir ki, mən qabaq qeyd eləmişəm. Baxın, hər bir qövmün peyğəmbərinin bir bütü olubdur. Büt. Əziz İslam peyğəmbəri buyurur ki, mənim ümmətimin bütü dirhəm dinardır. Mənim ümmətimin bütü puldur. Baxın, o bütə pərəstiş eləyirlər. Peyğəmbər buyurur, mənim ümmətimin bütü puldur. Bu bütü sındırmağın yeganə yolu infaqdır. İnsan bağlı olmuyor. Bu bütü infaqla sındırar. İnfaq belə olmalıdır. Sevdiyindən Allah yolunda infaq eləyəsən, bağlı olmayasan, Allaha xatir yerinə yetirəsən, sonra minnət qoymayasan, özünü göstərməyəsən, sevdiyindən bu şəraitlə versən, sevdiyim dediyim kimi umumi bir məfhumdur. Birində puldur, birində vaxtdır, birində ola bilər başqa bir şeylər olsun. Birində post ola bilər, məqam ola bilər, müxtəlif şey. O sevdiyindən Allah yolunda keçə bilməsən, xeyrə nail ola bilmərsən. Və yut'imunət ta'am alə hubbihi miskinən və yetimə və əsira. İnnəmə nut'imukum li vəchillah, la nuridu minkum cəzaən və la şəkura. Onlar, biz sizə Allah rizası üçün yemək veririk. Onlar deyərlər, biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik. Baxın, ixlaslı insanların xüsusiyyəti belədir. İnnə nəxafu min Rabbinə yevmə əbusan qəmtərira. Bu ayəni vurğulamaq üçün demişəm, bu ayələri oxudum. Həqiqətən biz öz Rəbbimizdən çox sərt, olduqca çətin, dəhşətli gündən qorxuruq. Ən dəyərli insanların xüsusiyyətini biz açıqlayırıq. Baxın, onların qorxmağa ehtiyacı yoxdur. Onlar bu, Allah məxluqatı onlar üçün yaradıblar. Amma görün necə qiyamət günündən Allahdan qorxurlar. Bu birinci nümunə idi Həzrətin həyatından ki, eşitmişsiniz. İkinci məsələ, baxın, o məada inamın nümunələrini Həzrətin həyatından açıqlayırıq. İkinci məsələ Həzrətin izdivac günü ata evindən öz evinə köçməsidir. Burada bu hədisi qısa işarə eləmişəm, yenə başqa prizmadan baxaq. Həzrət Əli əleyhissalam o izdivac gününün axşamı görür ki, Həzrət Zəhra narahatdır. Bunun səbəbini soruşanda Həzrət belə buyurur. Təfəkkərtu fi hali və əmri ində zihabi umri və nuzuli fi qabri. Fəşəbbəhtu duxuli fi firaşi bi mənzili kəduxuli ilə ləhədi və qabri. Ata evimdən bu evə köçməyim mənim bu evdən qəbr evinə köçməyimi xatırlatdı. Görürsünüz, Həzrətin və məsumların həyatı, baxın, belə mənalı formada bizə də öyrədirlər ki, belə düşünərək mənalı yaşamağa çalışın. Hər bir həyatınızda baş verən məsələlərdən ibrət alın, Allahı xatırlayın, məadı xatırlayın, belə yaşayın. Əlbəttə, bu sözün başqa mesajları da var. Baxın, Həzrət deyir, ata evimdən öz evimə, öz evimdən qəbr evinə. Ailə həyatı belə olmalıdır. Baxın, ayrılma, digər məsələlər o məsumların həyat tərzindən uyğun deyil. Mən ata evimdən gəldim bu evə, bu evdən də gedəcəm qəbr evinə. Həmin yerdə Həzrət buyurur ki, buna xatir bu gecəni ibadətlə keçirdək, Allaha ibadət eləyək. Baxın, bu mənəviyyatın olmaması səbəb olur ki, bu qədər təlaqlar baş versin, bu qədər ayrılmalar baş versin. Onların həyatı başdan ayağa ibrətdir.
Baxın, bu məsələ barədə mən nə qədər düşünürəm, o məqamın ucalığına baxın, diqqət edin. Həzrətin başına gələnləri eşitmisiniz. Bu başına gələnlərdən sonra o 2 nəfər gəlir Həzrəti Əlinin evinə. Evinə gələndə icazə istəyirlər. Həzrəti Əli əleyhissalam Həzrəti Fatimə salamun əleyhadan onların gəlib gəlməməsini soruşur. Burada həm Həzrətin öz həyat yoldaşına qoyduğu ehtirama baxın, bir də Həzrətin cavabına baxın. Dedi, ev sənin evindir, mən də sənin ixtiyarındayam, mənim nə ixtiyarım var. Ondan sonra icazə verilir. Baxın, bu nə müsibətlər, nələr baş verir, biz təsəvvür eləyə bilmərik. Bu ruhun böyüklüyünə baxın, hətta belə bir halda da demirəm, mən bunlar kimdir, gəlibdir, mən qəzəbini müxtəlif formalarda göstərir. Amma həyat yoldaşına itaətə diqqət edin, Həzrətin sözünə baxın, deyir ki, mən ev də sənindir, mən də sənin həyat yoldaşınam, ixtiyarım səninlədir, ailə başçısı sənsən, sən qərar ver. Əgər belə bir həyat tərzi, İslam mədəniyyəti ailələrdə hökm sürsə, heç vaxt təlaq, boşanmalar baş verməz. Kişi hakimdir, yoxsa qadın? Allah hakim olmalıdır evdə. Allah bəzi öhdəlikləri kişinin öhdəsinə qoyur, bəzilərini qadının. Əgər Allahın qanunları hökm sürməsə, bu mənəviyyatsız həyat təlaqa təbii ki, müxtəlif problemlərə səbəb olacaq. Bu da başqa bir nümunə idi. Üçüncü məsələni də qeyd edib sözümü yekunlaşdırıram. Həzrətin həyatında məada inanma nümunələrini qeyd edirik. Əgər bu inanc bizdə möhkəmlənsə, baxın, əgər məada inancımızı möhkəmləndirsə, həyatımız dəyişəcəkdir. Bu gəlmişik, bu məclislərdə oturaq, onların həyatını özümüzə ibrət qərar verək. Ən önəmli məsələlərdən budur, bunu öyrənək ki, onlar necə qiyamətə inamları var idi, yəqinləri var idi. Üçüncü məsələ də qeyd edeyim, qeyd elədiyim kimi sözümü yekunlaşdırıram. Həzrəti Zəhra salamun əleyha o son anlarında bir hadisə nəql edirlər. Mən bu hadisəni, hədisi özüm görməmişəm, amma mötəbər bir böyük alimdən eşitmişəm, ondan nəql edirəm. Bu alim də qeyd edir ki, Şafii məzhəb bir alimin kitabından bunu nəql edir. Bu həmin alim yazır ki, Həzrəti Zəhra salamun əleyhanın ömrünün o son anları idi. Həzrət Əli əleyhissalama buyurdu ki, Əlican, məni dəfn eləyəndə bir şüşə var, onu da məndən dəfn eləyərsən. Həzrət Əli əleyhissalam şüşədə nə olduğunu soruşur. Məlumdur ki, Həzrət Əli əleyhissalamın da həmin o şüşədən xəbəri yox idi. Soruşur ki, bu şüşədə, Fatiməcan, bu şüşədə nə var ki, mənə tövsiyə eləyirsən, nəsihət eləyirsən ki, bu şüşəni səndən dəfn eləyim. Həzrət orada, Həzrət Zəhra salamun əleyha buyurur ki, atamdan eşitmişəm ki, kim Allah qorxusundan ağlasa, qəbri behiş bağlarından biri olar. Allah qorxusundan ağlasa. Bu baxımdan bu şüşədə gecə yarısı o Allah qorxusundan axan göz yaşlarımı cəm eləmişəm ki, mənim munisim olsun, mənim üçün bir zəxiri olsun qəbri evində mənim üçün. Bu dediklərimi mən eşidəndə bunu təsəvvür edirəm. Bu insanlar ən üstün insanlardır. Bunların ehtiyacı yoxdur. Amma görün necə bizim üçün nümunəyə çevriliblər. Bizə öyrədirlər. Biz gərək onların həyatından ibrət alaq. O şüşəyə cəm olan o göz yaşları məlumdur ki, az deyil. Yəni müəyyən həddi olub ki, şüşəyə yığa bilir.
Görün o qəbr evini, qiyaməti Həzrət necə fikirləşir. Həzrətə vəsiyyət eləyəndə bu sözləri deyəndən sonra Həzrəti Əli əleyhissalam ağlamağa başlayır. Baxın, Peyğəmbər qızı, məsum bir şəxsiyyət belə narahatdırsa, namazı, orucu olmayan biz müsəlmanlar neyniyək? Biz müsəlmanlar hansı həddə narahat olaq? Namazı, orucu düz olmayan biz müsəlmanlar neyniyək? Şəri vəzifələrimizi, ictimai vəzifələrimizi doğru düzgün yerinə yetirməyən biz müsəlmanlar nə həddə narahat olmalıyıq? Həzrətin dualarında, rəftarında bütün bu məsələlər özünü bariz göstərir. Bir duada Həzrətin belə bir duası var. Ya Hayyu, Ya Qayyum. Ey diri, ey hər bir şeyin söykənəcəyi. Bu zikri deyiblər çox eləyin. Ya Hayyu, Ya Qayyum. Bu insanı dirildir, o dirini çağırırıq biz. Ya Hayyu, Ya Qayyum. O söykənəcək yeri çağırırıq. Bu zikirləri eləyəndə biraz mənasına da diqqət eləyək. Deməyək, zikirdir bu. Baxın, zikirlə ruhumuzu möhkəmlədə bilsək, düşmənin qarşısında dayana biləcəyik. Problemlərin qarşısında, çətinliklərin qarşısında dayana biləcəyik. Şücaətli olacaq. Həqiqətən dinin göstərişlərini düz yerinə yetirsək. Dinimiz məhəbbətə bu qədər önəm verir ki, çalışın o məhəbbətinizi gücləndirin. Məhəbbət güclü olsa Allah düşmənlərinə qarşı məhəbbət olmayacaq. Düz sahib olsaq, bu məhəbbəti inkişaf elətdirsək, Allaha məhəbbət. Artıq Allah düşmənlərinə yer olmayacaq. Baxın, dini maarifləri düz başa düşməliyik. Dini maariflər düz çatdırılmayanda təəssüflər olsun, yalnız eşqdən danışılır, eşqbazlıqdan danışılır, məhəbbət. İnsanlar qulaq asır, elə bilir, din ancaq budur. Amma həqiqi məhəbbət budur ki, ola bilərmiş ki, sən Allaha da məhəbbətin olsun, Allah düşmənlərinə də məhəbbətin olsun. Bu iki yerdə cəm ola bilməz, mümkün deyil. Əgər olsa, deməli, məhəbbətin düz məhəbbət deyil. Düz məhəbbət olsa, o artıq səbəb olacaq sən faydalı olsun bu məhəbbət həyatında. Ya Hayyu, Ya Qayyum. Adam bu zikirləri həyatının bir hissəsinə sala, ruhunu genişləndirə. Bu səbəb olacaq, insan şücaətli olsun, insan səbirli olsun. Namazı qılıb, qılan kimi dərhal qaçmasın, hövsələsi çatmır 5 dəqiqə namaz qılmağa. Hara gedəcək axı? Namazdan tələsirik, hara tələsirik? Adam özünə sual verər ki, mənim niyə hövsələm yoxdur, oturan bir Allahın huzurunda özümü hiss eləyirəmsə, bir 15 dəqiqə, 20 dəqiqə açan bir hər hansı bir dua oxuyam, Quran oxuyam, niyə buna hövsələm çatmır? Bu hövsələsizliklə neynəmək istəyirəm? İmam Zaman salamün əleyh gələndə nəyim var onu təqdim edirəm? Bu zikirlərdə hədəf bu olmalıdır ki, mən istəyirəm bu zikirlə İmam Zaman salamün əleyhə əsgər olam. O gələndə deyəm ki, mən də bu baxımdan özümü hazırlamışam. Namazı qılan kimi elə salamları deyib, təkbir deyib qaçmıram. Məni o qaçırdan yoxdur, öz ixtiyarımdadır. Mən deyəcəm, oturacaq. Qaçıb telefonu, başqa şeyi götürməyəcəm. Mənim ixtiyarımdadır, mən qala bilirəm. Ya Hayyu, Ya Qayyum, bi rəhmətikə əstəğisu fəğisni. İlahi, sənin rəhmətindən kömək istəyirəm, mənə kömək elə. Allahümmə zəhzihni aninnar. Məni o oddan qoru, o atəşin əzabından məni qoru. Və ədxilnil cənnə. Məni behişdə daxil elə və əlhiqni bi əbi Muhammed. Və məni atam Həzrəti Peyğəmbərə qovuşdur. Biz də dua eləyək, bu duanı eləyə bilərik, elə bu məzmunda da istəyə bilərik. Həzrət buyurdu ki, mən və Əli bu ümmətin atalarıyıq.
Biz də ata olaraq çağıra bilərik, onlardan istəyə bilərik. Bugünkü mövzumuzun məğzi bundan ibarətdir ki, Həzrəti Zəhra salamun əleyhanın həyatından dərs almaq istəsək, bu önəmli dərsi almalıyıq ki, onların qiyamətə inancları çox güclüydür. Bütün gününün, bütün işlərində bu qiyaməti xatırlayırdılar, ölümü xatırlayırdılar, bizə xatırladırdılar. Əli əleyhissalam buyurur, moizə üçün ölüm kifayətdir. Kəfə bil mauti vaida. Ölüm moizə üçün kifayətdir. İnsan bir dənə ölümü xatırlada, özünü toparlayar. Baxın, gec-tez öləcəm, Allah qarşısına və necə çıxacam, özümü hazırammı bu ölümə? Bu ölümü tövsiyə ediblər gün ərzində tez-tez xatırlayın, özünüzə xatırladın. İndi təsəvvür edin, bir adam belə yaşasa, tez-tez ölümü sizə özünə xatırlatsa, Allah qarşısında, insanlar qarşısında olan vəzifələrinə düzgün yerinə yetirər. Allah inşallah bizi də həqiqi qiyamətə inananlardan qərar versin. Həqiqi yəqini olanlardan, hər əməllərində, hər işlərində qiyaməti nəzərə alanlardan qərar versin. Salavat zikr edin. Esselamu aleyki ya Fatimətəz Zəhra, Seyyidəti nisa'il aləmin. Həzrəti Zəhra salamun aleyha vilayət müdafiəçisi idi. Qiyamətə kimi bu yolda olmağımızı biz Həzrətə borcluyuq. Baxın, o etirazları, o inciməkləri, bizə həqiqəti başa saldı. Gecə dəfn olunması, gecə qüsul olunmasını istəməsi, incikli getməsi, qəbrinin yeri bilinməməsi. Bütün bunlar həqiqəti aşkar eləmək üçün olan məsələlər idi. Nəsihət eləyir ki, Əlican, mənə gecə qüsl et, məni gecə dəfn et. Əlican, məni dəfn elədin, tez getmə. Qəbrimdə qal, məndən həmsöhbət ol. Quran oxu qəbrimin üzərində, mənim üçün dua elə. Baxın, Həzrətin ehtiyaclı olmadığı halda məada, axirətə nə qədər inamı var. Qeyd eləyiblər ki, məsumlardan 2 dənəsi o qədər arıqlamışdılar ki, bir kölgəyə çevrilmişdilər, tanınmaz hala düşmüşdülər. Biri, bu 2 məsumdan biri İmam Musa Kazım əleyhissalam idi ki, o zalım zindanında elə bir vəziyyətə düşmüşdü, elə arıqlamışdı ki, tanınmırdı. Allah Teala İmam Musa Kazım hörmətinə, bütün haqsız yerə zindanda olanların, qardaşlarımızın, bacıların tezliklə, izzətlə qapısını açsın. Allah onların tutulmasında, əmr verəndən tutmuş, icra eləyənə kimi kimlər varsa, elə bu dünyada zəlil və xar eləsin. İmam Musa Kazım əleyhissalam elə vəziyyətdə idi ki, zindanda tanınmırdı. Onlardan, məsumlardan biri də Həzrəti Zəhra salamun əleyha idi. Arıq elə bir vəziyyətdə idi ki, burada iştirak eləyən əzizlər, əgər biz o qeyd eləyiblər ki, o zamanda yaşasaydı, Həzrəti Zəhra salamun əleyhanı görsəydik, həmin anlarda görsək tanımazdıq, elə bir vəziyyətə düşmüşdük. Bu günlərin mislində İmam Əli əleyhissalam məğrib namazını qıldıqdan sonra evə qayıdır. Evə qayıdandan sonra İmam Həsən və İmam Hüseyin əleyhissalam Həzrəti qarşılayırlar və qarşılayan zaman ilk sözləri
bu olur ki, atacan anasız qaldıq. Təsəvvür eləyin, həmin günə kimi heç kim İmam Əli əleyhissalamı yıxılan görməmişdi, qeyd edir. Bu xəbəri eşidəndə Həzrət özündən gedir, yıxılır. Su vurub ayıldandan sonra bu sözü deyir ki, Fatiməcan, bundan sonra kimlə aramlıq tapınma? Bundan sonra dərdimi kimdən bölüşür? Canımız qurban olsun Əli əleyhissalamın məzlumiyyətinə. Biz danışırıq, burada eşidirsiniz. Həzrət bunları yaşayıbdır, orada görübdür bu məsələləri. Nələr çəkibdir, bir Allah bilir. Bilməyib o yaralı şəhidənin dadına çatsın, onun qüsul, kəfən işlərini yerinə yetirsin, yoxsa o yetim balaları sakitləşdirsin. Qeyd eləyiblər ki, Həzrət İmam Əli əleyhissalam Həzrəti Zəhranın kəfənini bağlamaq istəyəndə o son bəndə ki, çatır, balalarını xudahafizləşmək üçün çağırır. Qız evladı çox bağlı olar anıya. Xanım Zeynəb salamun aleyha gəlir, üzünü qoyur anasının sinəsinə və ağlayır, belə oxşuyur ki, ana, anacan ana, bağrım olub qan ana. Sonra İmam Hüseyin əleyhissalam gəlir və mübarək dodaqlarını Həzrəti Zəhra salamun aleyhanın qədəmlərinə, əyaqlarına qoyur. Qoyur, başlayır ağlamağa və deyir ki, bilirsən anacan, niyə dodaqlarımı əyaqlarına qoydum? Səbəbi buydu ki, Kərbəliyə tez gələsən. Tez gəlib orada mənim dadıma çatasan. Həzrətin şəhadət gecəsidir. Alimlərimiz, xüsusilə əziz rəhbərimiz buyurur ki, mən bütün hacətlərimi saxlayıb bu gecə istəyirəm. Ey dərdi olan kəs demə, dünyadadır dərmanım. Əl aç bu gecə, istə ki, Zəhradadır dərmanım. La havla və la quvvətə illa billahil-əliyyil azim. Və səyələmullezine zələmu əyyəmun qəlibin yənqəlibun.